Salam hörmətli izləyicilər, axşamınız xeyirli olsun. Görüntülərimiz Ordubad şəhərindəndir. Noyabr ayının 13-də. Hava dəhşətlərinə baxmış, tutqundur, pürkülüdür. Çox uzaq məsafə aydın seçilmir. Qarşı-qarşıya olan Şəmki dağı belə görsənmir. Ancaq onun silüetidir. Dəfələrlə Ordubada gələndə bu təpədən video görüntülər almışam. Yağışlı havada da olub, qışda da, yazda da. Bu dəfəki gəlişimiz faizə təsadüf elədi. Hər yerdə olduğu kimi ağaçların, yarpaqların bir qismi tökülüb, digərləri də sarılı, yaşıllı elə də durur. Görüntüdə Ordubadın Ambaras məhəlləsidir. Dübəndi çayın üstü ilə, dörd körpü ilə Ordubad şəhərindən əlaqələndirilir. Uzaqdakı bina xəstəxana binasıdır. Ordubad şəhərində ən hündür bina bir neçə ildə tikilib 7 mərtəbə. Qalan bütün binalar yastı, yapalaq, 3 mərtəbə, 5 mərtəbə. Evlərin əksəriyyəti köhnə evlərdir. Sovet vaxtından qalan evlərdir. Bəzilərinin dam örtüyü dəyişilib. Bəzilərinin yanında yeni binalar tikilib. Ancaq köhnə binalarda sökülməyib. Ordubad tarixiliyini saxlayır. Buradan da Yamazından yenib gedə bilərəm aşağı yola. Tanış yerlərdir. Qeysəriyyə muzeyidir ki, ondan video çəkmişəm. Ondan qarşı-qarşıya Cümə məscidi, Şah Abbas məscidi də deyirlər. Bu yolda bəlkə də xəstəxanaya qədər gedir. Şəhərin bəzi qismlərində evlər sıxdır. Ancaq bu məhəllədə evlər bir-birindən aralıdır. Bəzi yerlərdə evlər yan-yanadır, həyəti genişdir. Əsas ağaçlar cəvizdir, tutdu, başqa var ağaçlarıdır, çinarlar da gözə dəyir. Qəhvə rəngə salan yarpaqlı ağac, çinardır. Bir nəhət çinayda xəstəxanadan biraz bu tərəfdə, onu da burada görürəm. O bir dəfə qol qanadı sınıb deyəsən, nazik görsənir. Ancaq bu sinar qollu qanadlıdır. Çox yaxşı olduğunu da deyə bilmərəm. Çünki Cümə məscidinin yanındakı sinarların hardasa 70-80 yaşı var. Elə o sinar qədər də var. Ancaq 500 il, 800 illik sinarlar da olub. Ordubadda bu dəqiqədə bir neçəsi var. Elə qarşıda məscidin yanında məscidə söykənən qoşa sinardır. 15 metrində də bir nəhət sinar var ki, 500-dən çox yaşı var. Biz orta məktəbdə oxuyanda Ordubad şəhərinə tibbi komissiyaya gələndə quru bir sinar vardı, üstünə yapışdırmışdılar ki 600 illik sinar ya 800 il idi, qurumuşdu ancaq. Təkcə gövdəsi qalırdı, sonra da yola düşdü, mani oldu, onu çıxartdılar. Yəni kəsib odun elədilər. Sovet vaxtından qalmış mehmanxana var idi burada, təzəlikdə sökülür. Ordubadda tək yeganə mehmanxana idi. Mehmanxananın varlığı olduğu illərdə yaxşın balacaydı. Bir də ki, nəyə ehtiyac var idi ki, Ordubadda olub mehmanxanada qalmayasın ki, qonaqlar üçünmüş. Bu təpədə çox sərtdir. Aşağıda Dübəndi çayıdır. Biraz da aşağıda Dübəndi istirahət məkanı. Onun yaxınlığında konservanın binası deyəsən sökülür, yeni dam örtüyü təzələnir. Sonra yol kim geçsə onu Əndəmiş kəndinə aparır. Aşağı Əndəmiş, yuxarı Əndəmiş. Dağların arxasında da Nüsnüs kəndi. Ən maraqlı yer buradadır. Mehmanxanatın fəaliyyəti illərində burada hovuz var imiş.
Yəqin ki, ətrafında da istirahət edirmişlər. Havuza da başqa yolla yox, mehmanxanadan birbaşa dəmir nərdivanlarla çıxılmış. Burada bir tuneli var. Tuneli qalır, baxdım ki, tuneldəki pilləkanı söküblər. Bu da havuzun qalıqları 1, 2, 3, 4 tərəfi qalır. Yəqin ki, 8 ruşəliymiş. O tunel buraymış. Buradan çıxırdan havuzun ətrafında istirahət edib, pilləkanlarla da düz yenirdi mehmanxanaya, suite odaya. 5 mərtəbəli idi, bəlkə biraz da hündür ola bilərdi. Çoxdan da bu təpəyə gəlmirəm. Köhnə videolarımıza baxsam, mərtəbəsini təyin eləyərəm. Bütün pəncərələr sınmışdı, suvağı tökülmüşdü. Yararsız haldaydı, istifadədə olunmurdu. Təpəyə çıxasan, ən yüksək nöqtəsinə çıxmayasan, o da olmur. İndi məndən yuxarıda bir nöqtə yoxdur ətrafımda, qarşıda da Qoşa Çinarlar mahnısı. Yəqin burada yazılıb bu mahnı. Evlər çox maraqlıdır, günəvər yerdədir. Yüzü cənuba baxır, qış boyu orada. Eyvanda oturub çay içmək olar, soyuğu heç hiss eləməzsən. Ordubad şəhərində yararlı torpaq o qədər yoxdur. Evləri də yalda yamaçda tikiblər. Bu hissədə bir-birinə daha çox sıxdır. Görünən ən yüksək dağın yox, ondan bu tərəfdəki dağın arxasında Gəncə kəndidir. Yoxsa mən səhv edirəm, Gəncə kəndi yox, bu dağın arxasındadır. Çünki yoldan qalxıb bir çeşmə var, onun yanından sağa dönüb dağın ətəyi ilə gedirik. Yol bizi Gəncə kəndinə aparır. Ondan aşağıda Kotam kəndi var. Naxçıvan Muxtar Respublikasının bəlkə ən alçaq nöqtəsidir. Araz çayının kənarında. Yaxınlıqda bir qəbristanlıq var. Onun yanından video çəkmişəm, ancaq biri uzaqda görsənir. Maliki Əjdərdir, yoxsa nədirsə, səhv deyərəm adın. Belə bir adı var. Həmişə də videolar çəkib paylaşırlar ki, dağ keçiləri heç kimdən qorxmadan yenir. Qəbristanlığın yaxınlığına otlayır. Qəbir daşının birindən o birinə tullanır. Əydiyi, sındırdığı daşlar da olub. Dağlar Ordubad şəhərinə yaxındır. Ordubad dəniz səviyyəsindən o qədər hündürdə yerləşmir. Naxçıvan mindirsə, Ordubad aşağıda yerləşir, 800-900 olsun. Belə aşağı səviyyədə dağların olması da mükəmməldir. Həm dağdır, həm arandır. Yayda çox da isti olur, ona görə gün sevən bitkilər, ağaçlar, əncir kimi, xurma, yəni xirniş kimi ağaçlar burada yaxşı inkişaf edir. Üzüm də şip-şirin olur, bal kimi. Yaxınlığında bəlkə də Ordubadın ən nəhəng qüllərindən biridir. Mobil operatorlar dalğaları burada qəbul edir, buradan yayır. Bəlkə də burada məni radiasiyaya məruz qaldı. Tez buradan uzaqlaşım. Ən uzaqda düzdə görsənən tikillər Əylis kəndi yaxınlığındadır. Aşağı Əylis, yuxarı Əylis təpələrin arxasındadır. Uzaqda da görmürük. Əylis kəndindən kəstirmə Ordubada bazara gəlmək olar. Necə ki, məlum əsərdə o haqda bəhs olunurdu ki, bibimlə kətdən Ordubada gilas-gilanar aparmışdıq. Kimin əsəridir, oxuyanlar desin. Məndən aşağıda da köhnə binalar var. Üstlərində çardaqları da yoxdur bəzi yerdə. Çöküb, uçub.
Bəlkə də 70-80 ildir. Təbiətin hər şıltaqlığına, yağışına, qarına, soyuğuna davam gətirir bu binalar, neynəsin? Həsrət edən yeni sahiblərini gözləyirlər. Yeni sahibləri də kim ola bilər? Vaxtilə buranı tərk edən evlatların övladları. Təpədən yendim, qoşa çinarların yanında qərar tutdum. Bizim göy canavar da orada bizi gözləyir. Qoşa çinarlar bunlardır. Məscidin binasına sökənir. Kökləri qaynayıb qarışıb bir-birinə. Kimləri xatırlayır bu çinarlar? Şah Abbasın gəlişini görüblər bunlar. Yoxsa Makedoniyalı İskəndərdən də xəbər verərlər. Daha qədimə getdim. Bir qanadı mamırlayıb, qocalıb, aşıb, düşüb. Bəlkə də indi Ordubad şəhərində yaşayan heç kim onun sındığı xatırlamır, hansı ildə olub. Xəstəxananın yaxınlığındakı çinar bundan daha genişdir. Ölkən dolanmazdır. Burada ikidir. Kökləri birləşib bir sayma olar. Bəlkə də bir çinardır. Kökdən ayrılıb gediblər. Digəri ya mənə balaca görsənir. Ya mən elə istəyirəm, onun da bir nəhək qanadı nə vaxtsa mamırlayıb, sürüyüb aşıb. Kəsilməyib. Kəsilsəydi balta mişar izi bilinər. Bu bir qanadlar onun böyründən töhrəliyib çıxıb. Amma sinar ağaçları qorxuludur. Çox qollu budaqlı olurlar. Külək əsəndə külək onları aşırıb, insanların üstünə, maşınların üstünə devirə bilər. Ordubad şəhərində çoxlu məscid olub. Hər məhəllənin başında, ayağında. Bu da onlardan biridir. Beşməhli olub, Ambarasdır, Minkəsdir, Şütürəngədir. Bəlkə indi xatırlaya bilmirəm. Sonra videonu sonlandıranda yadıma düşür. Ordubad şəhər sakinləri daha yaxşı bilirlər. Sərşəhər şəhərin başı deməkdir. Minkis kimi təhrif olunub. Minkəs, yəni 1000 nəfər yaşayırmış. Şütürəngə, Ambaras. Onların da mənası var. Bizə elə belə sıradan sözlər kimi gələ bilər, qədim türk sözləri ola bilər. Araşdırmacılar onların etimologiyasını öyrənib bizlərə də öyrədə bilərlər. Sağ olun, hörmətli izləyicilər, növbəti videolarda görüşərik. Salamat qalın.